Salam dəyərli YouTube izləyiciləri. Bilirsiniz ki, bir müddətdir ki, 3D animasiya formatında qısa videolar hazırlayıram və çoxlarınız həmin videoların necə hazırlandığını paylaşmağı xahiş etmişdiniz. Ekrana yaxın oturaq və izləməyə başlayaq. Öncə hər kəsdən bu və ya kanalımda olan bütün videoları bəyənməyi və paylaşmağı və ən əsasında kanala abunə olmanızı xahiş edirəm. Beləliklə başlayaq. Əvvəlcə onu demək istəyirəm ki, bu növ videolar hazırlamaq üçün müxtəlif üsullar mövcuddur. Lakin mən sizin üçün ən rahat olanını və ən əsası da pulsuz olanını göstərmək istəyirəm. İstifadə edəcəyim saytlara keçidi, istifadə olunan alətlərin adlarını videonun təsvir bölməsinə yerləşdirmişəm. Oradan həmin alətlərlə tanış ola bilərsiniz. Beləliklə başlayaq. Öncə 3D animasiyanı yaratmaq istədiyimiz videonu YouTube üzərindən tapırıq və orada bizə lazım olan səhnəni məlum Snipping Tool vasitəsilə kəsib götürürük. Bu Snipping Tool da bilirik ki, Windows proqramlarında çox vaxt mövcud olur. İndi isə bizə lazım olacaq səsi videodan çıxarış etmək lazımdır. Bunun üçün həmin videonun linkini kopyalayırıq. Cobalt.tools saytını açırıq və orada link olan yerə atırıq. Bir müddət gözləyəndən sonra ox işarələrinin üzərinə vurub onu kompüterimizin yaddaşına əlavə edirik. 3D formatına çevirmək üçün bizə sora.com saytı lazım olacaq. Həmin saytı açırıq. Əvvəlcə qeydiyyatdan keçirik, sonra daxil oluruq. Həmin sayt gördüyümüz ekran ortaya çıxacaq. Burada üstəgəl işarəsindən Upload from Device seçirik. Bizə lazım olan şəkili sayta yükləyirik. Daha sonra saytın Describe bölməsində olduğu kimi yazırıq. Convert to 3D Pixar yazdıqdan sonra Remix düyməsini basırıq və bizə lazım olacaq müddətdə deməli 3D şəklin hazırlanmasını gözləyirik. Şəkil hazır olur və şəklin üzərinə tıklayaraq 3D formatında olunmuş şəkili görürük. Nəzərinizə çatdırım ki, pulsuz olaraq gündəlik 6 ədəd 3D formatında şəkil çevirə bilərik. Artıq 3D şəkil və ona əlavə edəcəyimiz səs faylları hazırdır. İndi qaldı səsə uyğun 3D şəkili animasiyaya çevirmək. Bunun üçün hedra.com saytını açırıq və ənənəvi olaraq saytda qeydiyyatdan keçirik. Nəzərinizə çatdırım ki, hər yeni istifadəçiyə 400 kredit verilir. Qeydiyyatdan keçdikdən sonra açılan saytda yuxarıda video bölməsi var. Bura daxil oluruq. Daha sonra aşağıda sağ küncdə Start Frame vasitəsilə yaddaşa verdiyimiz 3D şəkili əlavə edirik. Digər audio skript ilə isə səs faylını yükləyirik. Bir şeydə nəzərə çatdırım ki, səs faylının müddəti, maksimal müddəti 20 saniyəlikdir. Və nəhayət, bütün bunları etdikdən sonra yuxarıda ox işarəsini tıklayaraq 3D animasiya videosunun hazırlanmağını gözlərik. Təxminən 10-20 dəqiqə vaxt tələb olunur ki, video hazır olsun. Və budur, bizim video hazırdır. Nəzərə alın ki, pulsuz yarada biləcəyimiz video uzunluğu 20 saniyədən çox ola bilməz. Daha çoxu üçün pullu versiyadan istifadə etmək lazım gələcək. Bu qədər.